vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən Hədəf kursanın 20 aprel 2025-ci il tarixində keçirdiyi sınaq imtahanının fizika fənni üçün tərtib olunmuş testlərin izahını verəcəm. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Birinci testdə deyilir. Molekulların bir-birini cəzb etməsini göstərən hadisə hansıdır? A variantında deyilir. Mis çubuğunun çətin dartılması. Bəli, mis çubuğunun çətin dartılmasına səbəb molekulların bir-birini cəzb etməsi hadisəsidir. Elə doğru cavab hansı variant olacaq? A variant. Digər variantları da oxusaq, mis çubuğunun çətin sıxılması. Bu mis çubuğunun çətin sıxılmasına səbəb molekulların bir-birini dəf etməsi, yəni itələməsi hadisəsidir. Bu ola bilməz. Qazların asanlıqla sıxılması. Qazların asanlıqla sıxılması bu molekullar arası qarşılıq təsirin az olmasını göstərir. Qazların eyni qaydada genişlənməsi də eyni şey deyə bilərik. İyin yayılması da bu belə deyək, istilik hadisəsi, yəni diffuziyadır. Doğru cavab elə A variantı olacaq. İkinci testdə deyilir. Enlil dalğanın ikinci və 5-ci təpələri arasındakı məsafə 6 metr olarsa, dalğanın uzunluğunu təyin edin. Əziz dostlar, məsafənin düsturunu biz D bərabərdir. Lambda vurulsun N son minus N başlanğıc düsturunu hesablaya bilərik. Məsafəni verib. Məsafə bizə 6 metrdir. Lambda vurulsun sonu 5-dir. Başlanğıcı isə 2-dir. Deməli, 5-dən mən 2-ni çıxacam. Onda 3 lambda 6 metrdir. Onda 1 lambda nə qədər olacaq? Lambda bərabərdir 2 metr olacaq. Doğru cavab nədir? 2 metr A variantı. Üçüncü testdə deyilir. Düz xəttdə hərəkət edən cismin 8 saniyə ərzində sürətin proyeksiyası zamandan asılıq qrafiki verilmişdir. Cismin 8 saniyə müddətinə getdiyi yolu tapın. Əziz dostlar, biz bilirik ki, gedilən yol sürətin proyeksiyasının zamandan asılıq qrafikində grafikin altında yaranan fiqurun sahəsidir. Bu fiqurun sahəsini hesablamaqla gedilən yolda hesablamış olacaq. Birinci hissədə 4-ü 20-yə, yəni 4-ü 20-yə vursaq, yəni bu hissədə 4 saniyə müddətində gedilən yol olacaq 80 metr. İkinci hissədə, yəni bu trapesiyanın sahəsini hesablasaq, o hissədə isə 20-nin üstünə 30 gəlib 4-ə vurub 2-yə bölməyik. Bu da 100 metr olacaq. Onda ümumi gedilən yol 8 saniyə müddətində 80 plus 100 metr olacaq. O da bizə 180 metr qalacaq. Doğru cavab hansı variant oldu? C variantı olacaq. Növbət testimiz 4-cü testdir. Deyir ki, 150 metr hündürlükdən 20 metr bölü saniyə başlanğıc sürəti ilə şərqli yuxarı atılmış cismin uçuş müddəti ərzində getdiyi yolu hesablayın. Əziz dostlar, deyək ki, bura yer səthi olsun. Yer səthi müəyyən, deyək ki, 150 metr hündürlükdən 150 metr hündürlükdən bir cisim atmışıq. Bu cisim, bax, trayektoriyası belədir. Gəlin görəsən, bu cismin maksimal qalxma hündürlüyü nə qədərdir? H maksı onu tapa. H maksını biz tapmaq istəsək, hansı düsturdan istifadə edə bilərik? H max bərabərdir V0 kvadrat bölünsün 2J. Yaxşı, V0-ımız nə qədərdir? 20-dir. Kvadrat 400 bölünsün 20-yə bizə 20 metr vermiş olacaq. Deməli, bu 20 metrdir. 20 metr yuxarı qalxıbsa, təxminən 20 metrdə aşağı inəcək. Bu isə 150 metrdir. Onda bu cismin uçuş müddəti ərzində getdiyi yol 20, 40, bu da 150 olacaq. 190 metr doğru cavab hansı variant oldu? D variantı. Növbəti 5-ci testdə deyilir. Bir cins maqnit sahəsində çevre üzrə hərəkət edən güclü zərrəciyin delta T bərabər 4/1 T müddətində kinetik enerjisinin dəyişməsini hesablayın. Biz bir çevre üzrə hərəkətdə kinetik enerjinin dəyişməsi sıfıra bərabərdir. Doğru cavab elə D variantı olacaq. Növbəti 6-cı testdə deyilir ki, verilmiş cismə təsir edən ağırlıq qüvvəsinin yerin səthindən olan hündürlükdən asılıq qrafiki verilmişdir. Cismin kütləsini hesablayın. Bizim düsturumuz, əziz dostlar, deməli, hansı düsturuydu? F bərabərdir, yəni FH bərabərdir mg kök mötərizədə R bölünsün R plus H-ın kvadratı idi. Buradan yerinə qoysaq 30 bərabərdir. J'miz 10 olduğuna görə 10M R bölünsün R plus H-ımız neçə R'dir? H bərabərdir 2R'dir. 2R mötərizə kvadratı.
Buradan 30 ilə 10 ixtisar gedəcək. Bura verəcək 3r kvadratı, verəcək 9r kvadratı. R'lər də getsin ixtisar. Bizə elə n bərabərdir 9 vurulsun 3, o da bərabərdir 27 kiloqram olacaq. Doğru cavab hansı variant oldu? E variantı. 7-ci testdə deyilir, temperaturu 200 Kelvin olan, yəni başlanğıc halda temperaturumuz neçədir? 200 Kelvindir. Sonra deyir, 2 mol bir atomlu ideal qazın həcmini izobar olaraq neçə? 4 dəfə artırmaq üçün. Yəni, həcmimiz 4 dəfə artıbsa, təzyiq sabit olduqda temperaturumuz 4 dəfə artmış olacaq. Olacaq 800 Kelvin. Deməli, 800 Kelvin. Sonra nə deyir? Artırmaq üçün ona nə qədər isti miqdarı vermək lazımdır. Gəlin biz görülən işi hesablayaq. A eşitlik bərabərdir. Nə hesablamışdı? P delta nü R delta T. Nü R delta nədir? T'dir. Bura yerinə qoysaq A eşitlik bərabərdir. Nü'müz nə qədərdir? 2'dir. R'imiz 8'dir. Delta T yəni 800 minus 200. Aha, 800-dən 200'ü çıxdıq. Onda A eşitlik nə qədərdir? A eşitlik bərabərdir. 16 vurulsun 600. O da bərabərdir. Deməli 96 yanında 2 0. Yəni 9,6 kilojoule olacaq. Biz bilirik də izobar prosesdə A eşitlik 0,4 Q'ya bərabərdir. Buradan da Q'nu tapsaq, Q bərabərdir 4'də 10 A eşitlik olacaq. Onda Q bərabərdir yazsaq 4'də 10 vurulsun 9,6'ya. Buradan bunlar ixtisar getdi. Bizə nə qədər qaldı? 4'ə bölsəm 2 dəfə 24. 2,4 vurulsun 10. O da bərabər 24 kilojoule. Doğru cavab hansı variant oldu? 24 kilojoule B variantı olacaq. Növbəti 8-ci testdə deyilir. İstək mühərriklərin işçi cisim qızdırıcıdan 12 kilojoule enerji alır. Soyuducuya isə 9,6 kilojoule enerji verir. Qızdırıcının temperaturu 60 Kelvin olarsa soyuducunun temperaturunu tapın. İstəyik mühərrikində işçi cisim qızdırıcıdan bu qədər isti miqdarı alır, soyuducuya isə bu qədər verir. Yəni, etanın 2 düsturunu istifadə edəcək. Q1 minus Q2 bölünsün. Q1, bir də qızdırıcının temperaturu bu qədər, soyuducunun T1 minus T2 bölünsün nədir? T1 düsturlarını bərabərləşdirməliyik. İndi burada Q1'imiz qızdırıcıdan aldığı isti miqdarı verib. Nə qədərdir? 12 minus 9,6 bölünsün. 12 bərabərdir. Bəs T1 nə qədərdir? Qızdırıcının temperaturu 60'dır. 60 minus T2 bölünsün neçə? 60'a. Buradan ixtisar edəsək, bununla bu ixtisar getsə bizə qalacaq 5. 12'dən də 9,6 çıxsam mənə 2,4 verəcək. Deməli, bura 2,4 olacaq. 5'ə vursam, onda T2 deyək ki, bunu belə göstərək. Deməli, 60 minus T2 bərabərdir. Neçə olacaq? 12'yə. Onda T2 nəyə bərabər olacaq? 48 nə? Kelvin olacaq. Doğru cavab hansı variant oldu? B variantı. Növbət testimiz ipə bağlanmış 300 qram kütləli cisim maye daxilində tarazlıqdadır. İpdə yaranan gərilmə qüvvəsi 8 Newton olarsa cismə təsir edən arximek qüvvəsini hesablayın. Əziz dostlar, biz bir gərilmə qüvvəsi aşağı doğru yönəlir. Bəs ağırlıq qüvvəsi, yəni mg də aşağı doğru yönəlir. Və arximek qüvvəsi isə nədir? Yuxarı doğru. Aşağı doğru yönələn qüvvələrin cəmi yuxarı doğru yönələn qüvvəyə bərabər olduğunda, onda arximek qüvvəsini biz hesablasaq, mg plus t olacaq. mg'miz, yəni 0,3 vurulsun 10 plus t'miz də 8'dir. 0,3'ü 10'a vursam 3, 8 də gəlsin 11 Newton olacaq. Doğru cavab hansı variant? C variantı. Deyir ki, Newton vurulsun metr bölünsün amper vurulsun saniyə hansı fiziki cəmiyyətin vahidinə uyğundur?
Newton vurulsun metr bizə 1 joule verir. Amper vurulsun saniyədə kulon verir. Joule bölünsün kulon əlbəttə bizə verəcək maqnit induksiya vektorunun modulu maqnit-C'nin dəyişmə sürətini verəcək. Doğru cavab D var. Yəqin ki, burada maqnit induksiya vektorunun modulu olmalıdır. Aha. Yaxşı. Davam edək 11-ci testlə. Deyir, kapillyar boruda qalxan mayenin həcminin borunun diametrindən asılılıq qrafiki hansıdır? Düsturumuz bilirik də V bərabərdir. Məxrəcdə rho J'dir. Yuxarıda da nədir? Sigma L olmalıdır. Sigma L. L'in də yerinə pi də qoysa, pi d sigma bölünsün nə olacaq? Rho J. İndi mən baxıram ki, D-dən necə asılıdır? Düz mütənasib asılı olacaq. Doğru cavab hansı variant? A variantı. Növbət test 12-ci testdir. Bir cins elektrik sahəsində A nöqtəsinin potensialını hesablayın. Əziz dostlar, mən diqqətlə baxsam görürəm ki, 18 voltdur, bu da 2 voltdur. Baxın, burada 3R gəldikdə neçə volt azalıb? 16 volt. Niyə? Bunu belə gedirik. Y bərabərdir. Düsturumuz U bölünsün D'dir. Buradan O'nu tapsaq, bizə YD olacaq. Diqqətlə baxsaq, sahə bircins sahə olduğuna görə Y sabitdir. U D ilə necə asıldır? Düz mütənasib asıldır. Onda 18 volt, burada 2 voltdur. Məsafə 4R'dir. 4R'də 16 volt azalırsa, onda hər R'də 4 volt azalmış olar. 3 R'də, demə hər yerdə 4 voltsa, 3 yerdə neçə volt? 12 volt azalmış olacaq. Yaxşı, 12 volt azalıbsa, 18-dən 12 çıxsan, bura 6 volt olacaq. Doğru cavab hansı variant oldu? C variantı. Şüalanma S-nin sıxlığı hansı ifadə ilə təyin olunur? Əlbəttə bu omega S-dir. Doğru cavab A variantı olacaq. 14-cü testdə deyilir, hansı A nöqtəsindən Q2 üçün yaratdığı sahənin intensiv modulu Y olarsa, bu yüklərin həmin nöqtədə yaratdıqları yekun sahənin intensivliyin modulunu hesablayın. Əziz dostlar, diqqətlə baxsa, bu müsbət yük düzələcəkdir. İntensivlik hara doğru olacaq? Sağa doğru. Yaxşı, Q2 yükün intensivliyi isə müsbət mənfi olduğuna görə bu da bu istiqamət. Bununki Y-dir. Deməli, 2R-də Y-dirsə, məsafə ilə tərs kvadratik asılıdır. Y bərabər K, Q 0 bölünsün R kvadratdır. Q 0 hər ikisində eynidir modulca, R ilə tərs kvadratik. Əgər 2R-də Y-dirsə, onda 1R-də nə qədər olacaq? 4Y olacaq. Burada 4Y'dir. Eyni istiqamətdə yönəldiyinə görə yekun intensivlik verəcək bizə 5Y. Doğru cavab C variantı. 15-ci testdə deyilir. Rəqs amplitudu 25 cm olan maddi nöqtənin bir rəqs periodu ərzində nə qədər məsafə qət edər? S-in düsturunu bilirik. 4xm deyək ki, nə idi? Kiçik t bölünsün, böyük t-dir. Mənə deyir ki, bir rəqs periodu ərzində, yəni kiçik t ilə böyük t-yə bərabərdir. Yerinə qoyaq. 4 vurulsun, xm 0,25'dir. Vurulsun. Bir də bizə nə verib? Əlbəttə, kiçik t-nin yeni böyük t qoysaq, bu t-lər ixtisar gedəcək. 4'ü 0,25'ə vurduq. Bu da bizə neçə verdi? 1 metr olacaq. Doğru cavab A variantı olur. Növbəti 16-cı testdir. Deyir ki, maqnit sahəsinin induksiya xətlərinə və şəkil müstəvisinə perpendikulyar yerləşən cəryanın naqilə təsir edən amper qüvvəsi hansı istiqamətdə yönəlir? Sol əlimizdən istifadə edirik. 4 barmağımız bizdən şəkilə B ovucumuza daxil olur. Baş barmağımız isə hara doğru yönələcək? Əlbəttə, sağa doğru yönələcək. Doğru cavab D variantı olur. Növbəti 17-ci testdə kondensator qoşulmuş dəyişən cəryan dövrəsində gərginliyin zamandan asılılığı verilmişdir. Cəryan şiddətinin zamandan asıllığını göstərin. Kondensator qoşulmuş dövrə deyirsə, biz bilirik ki, kondensator qoşulmuş dövrədə cəryan şiddətinin rəqsləri gərginlik rəqslərini pi bölünsün 2 qədər qabaqlayır. Pi bölünsün 2 qədər qabaqlayırsa, deməli, bu hissəni biz nə etməliyik? Silməliyik. O hissəni silsək,
Doğru cavab olacaq nə? D variantı. Növbəti 18-ci testdə deyilir. Nöqtəvi mənbənin gücü 3,6 megawattdır. Mənbədən 10 metr məsafədə şüalanma səyinin sıxlığını hesablayın. Əziz dostlar, biz düsturu bilirik. Düsturumuz necə idi? I bərabərdir. P bölünsün S-dir. S-in yerinə 4pi r kvadratı yaza bilərəm. Yuxarıda da nədir? P-dir. Onda yerinə qoysaq, P-miz nə qədərdir? 3,6 vurulsun 10 üstü neçə? Deyək 6 megadır. 4 vurulsun 3 vurulsun. Pi-miz nə qədər? R-imiz nə qədərdir? 10'dur. Kvadratı 10 üstü 2 eləyəcək. Bundan bu ixtisar getdi. Bundan da bu ixtisar getdi. Bizə neçə qalacaq? 10 üstü 5. İkisini ixtisar etsəm 10 üstü 3 qalacaq. Və bölsəm 3 vurulsun 10 üstü 3 watt bölünsün metr kvadratı. O da elə 3 kilowatt bölünsün metr kvadratı olacaq. Doğru cavab hansı variant? B variantı. Aşağıdakı şüalanmaları dalı uzunluqlarına görə azalan sıra ilə düzün. Dalı uzunluqlarına görə azalan sıra ilə düzün deyir. Ən böyük dalğa uzunluğu biz bilirik ki, radiodur. Radio dalğadır, yəni birincidir. Sonra ən kiçik isə rentgendir. Yəni verilənlərdən ən kiçik rentgendir. Yəni 2. Sonra görünən işıq şüaları ondan sonra gəlir 3. Sonra nədir? Nə olacaq? Ultra bənövşəyi 4. Deməli 1, 3, 4, 2. 1, 3, 4, 2 varmı? Doğru cavab D variantı olacaq. Növbəti testimiz deməli, əziz dostlar, 20-ci testdir. Verilmiş kütlə ideal qazın təzyiqli molekulların konsentrasiyasının asılı qrafikində hansı proses təsvir olunmuşdur? Əgər P-dən düz asılıdırsa, P-nin düsturunu bilirik. N, K, T-dir. Əgər P-dən düz asılıdırsa, deməli, temperatur sabitdir. İzotermik bizim konsentrasiyamız və təzyiqimiz artırsa, deməli, həcmimiz azalmış olacaq. İzotermik sıxılma, doğru cavab C variantı. 21-ci testdə deyilir. Bir cins maqnit sahəsində çevrə boyunca hərəkət edən yüklü zərərcinin sürətini 2 dəfə azaltdıqda zərərcinin xüsusi yükü necə dəyişər? Xüsusi yükün düsturu Q ştix bərabərdir. V bölünsün B R-dir. Burada demişdik ki, nədən? Nə V-dən asılı deyil, nə də B-dən asılıdır. Ancaq R-dən tərs mütənasib asılıdır. İndi V-ni mən 2 dəfə azaldıramsa, demək, xüsusi yükümüz dəyişməyəcək. Doğru cavab E variantı. Sabit gərginlik mənbəyindən ayrılmış hava kondensatorunun enerjisi 150 millijoldur. Kondensatorun lövhələrinin arası dielektrik nüfuzunun 5 olan dielektriklə doldurdu. Onun enerjisi nə qədər azalar? Ayrılmış deyirsə, bizim düsturumuz W bərabər Q kvadrat bölünsün 2C, düsturundan QD bölünsün 2 epsilon 0 S düsturundan istifadə edəcək. Buradan diqqətlə baxsaq, epsilondan tərs asıldır. 5 olan maddə daxil eləsək, demək, başlanğıc halda double 1 deyək. Neçədir? 150 millijoldur. Double 2 olacaq. İndi 5 olan maddə daxil etsəm, demək, 5 dəfə azalmış olacaq. Bu da olacaq 5 dəfə azalsa 30 millijol. Enerji dəyişimini tapsaq, delta double bərabərdir. Double 2 minus double nədir? 1'dir. Yerinə qoyaq, delta double bərabərdir. 30 minus 150, o da bərabərdir. Mənfi 120 millijol. Bəs mənfi nə deməkdir? Yəni 120 millijol azalıb deməkdir. Doğru cavab hansı variantı oldu? E variantı. Növbəti testimiz 23-cü testdir. Deyir, doğru ifadələri göstərin. P tip yarımkeçicilərdə elektronlar əsas yük daşıyacaq. Xeyr, P tip yarımkeçicilərdə elektronlar qeyri-əsas yük daşıyıcılardır. Əsaslar dəşiklərdir. P tip yarımkeçicilərdə protonlar əsas yük daşıyıcılardır. Yəni, deyə bilərik, müsbət yüklər olmalıdır. N tip yarımkeçicilərdə elektronlar qeyri-əsas yük daşıyıcılardır. Xeyr. N tip yarımkeçicilərdə protonlar qeyri-əsas yük daşıyıcılardır. Yəni, bu da doğrudur. 2-4 doğru cavab kimi götürə bilərik. Sonra növbəti testimiz 24-cü testdir. Hansı şərtlər ödənsə,
lampanın közərməsi maksimum olar. Biz bilirik ki, dəyişən cəryan dövrəsində XL nəyə bərabər olarsa, XS-yə bərabər olarsa, baxın, X nəyə? S-yə bərabər olarsa və bir də demişdik ki, UL nəyə? US-yə bərabər olarsa, bizim nəyimiz? Deyək ki, lampanın közərməsi maksimum olacaq. Baxaq görək, hansı variantda verilib? XL XS-yə bərabərdir. Varmı? Bəli, bir də UL US-yə bərabər. Doğru cavab 3 və 6 olacaq. Növbəti testimiz müqaməti 10 ohm olan rezistorda cəryan şiddəti I bərabəri 5 sinus 5T qanunu ilə dəyişir. 4 saniyə müddətinə rezistordan keçən neçə joule istilik miqdarı ayrılırlar? Çoğunun düsturunu bilirik. Nə idi? IM kvadratı RT bölünsün 2'dir. IM'imiz nə qədərdir? 5'dir kvadratı 25. R'imiz nə qədərdir? 10'dur. Və T'miz neçədir? 4'dür bölünsün 2. Bundan bu ixtisar getdi. Bizə 25'i 20'yə vursaq olacaq neçə? 250, 500 olacaq. 500 nə? Joule istilik miqdarı ayrılmış olacaq. Baxaq görək, hesablamada düz elədikmi? İ'miz 5'dir kvadrat 25, R'imiz 10'dur, T'miz də 4'dür. Bəli, ixtisar gedəcək, 500 joule olacaq. Növbəti 26-cı testdə deyilir. Şəkildə induktivliyi 2 Henry olan sarğacdakı cəryan şiddətinin zamandan asılıq qrafiki verilmişdir. Sarğacda yana öz-özünə induksiya EHG-sinin modulunu hesablayın. Gəlin, öz-özünə induksiya EHG-sinin modulunu biz bilirik. Epsilon I bərabər mənfi L, delta I bölünsün nədir? Delta T'dir. Yerinə qoyaq mənfi. L'imiz 2'dir. Delta I 8 minus 2 bölünsün. T'miz də 3'dür. O da bərabər mənfi 2 vurulsun 6 bölünsün 3. O da bərabərdir 4 olacaq. 4 volt. Deyəcəksin, axı müəllim, burada mənfi alındı. Bizdən modulun soruşduğuna görə də 4 volt götürəcək. Gəldik növbəti 27-ci testə. Harmonik rəqs edən cismin koordinatının zamandan asılıq qrafiki verilmişdir. Kəmiyyətlər və onların zamandan asılıq qrafikləri üçün uyğunluğu müəyyən edin. Sürətin proyeksiyası. Biz bilirik ki, harmonik rəqs edən cismin sürət rəqsləri koordinat rəqslərini pi bölünsün 2 qədər qabaqlayır. Bu hissəsini biz silmiş olacağıq. Sürətin modulu 1'ə gedəcək C variantı. Sonra təcilin modulu pi qədər qabaqlayır. Deməli, ümumi bu hissəni siləcək. Baxaq görək, hardan başlayacaq? A variantı 2'ə A variantı gedər və kinetik enerji də sinus qanunu ilə dəyişmiş olacaq. 3'ə də B. Deməli, 1'ə C, 2'ə A, 3'ə B. Qeyd edim ki, imtahan kitabçasında bu qrafik düşməmişdir. Yəni, qrafik əslində bu formalı bir qrafik olmalıdır. Növbəti 28-ci testdir. Kondensat torun, qeyd edim ki, əziz dostlar, 28, 29 və 30-cu testlər ətrafda yazı tələb edən testlərdir. Kondensatın elektrik tutumu 2 mikrofarad olan rəqs konturunda yaranan sönməyən elektromagnet rəqsləri zamanı kondensatın elektrik üçün zamandan asılıq qrafiki verilmişdir. Grafikin S nöqtəsinə uyğun zaman anında sarğacın maqnit sahəsinin enerjisinin elektrik sahəsinin enerjisinə olan nisbətini tapın. Əziz dostlar, gəlin əvvəlcə biz 60 da tam enerjidir. Tam, yəni yükün maksimum qiyməti ilə tam enerjini verəcək. Tam enerjini biz tapsaq, Q maksimumun kvadratı bölünsün nədir? 2S olacaq. Tapaq. Q maksimum S'miz bilirik 2 mikrofaraddır. 2 mikrofarad yerinə qoyuruq. Deməli, buradan belə aşağıdan yazaq. Deməli, double tam bərabərdir. Q'muz neçədir? 60'dır kvadratı. O 3600 olacaq. Mikrofarad olduğuna 3600 vurulsun 10 üstü mikro 10 üstü mənfi 12 deyək. Kvadratı belə olacaq. Bölünsün məxrəcdə də 2 vurulsun 10 üstü neçə? Mənfi 6 olacaq. Bir də 2'miz də var. Vurulsun bir də 2. Deməli, bundan bu ixtisar getdi. Bizə nə qaldı? Bundan da bu ixtisar gedəcək. 9 vurulsun 10 üstü mənfi 6 joule qalacaq. Bu qalsın burada. Bir də görəsən bizim
20. S nöqtəsində 20-dir. Bizdən həmin nöqtədə elektrik sahəsinin enerjisini hesablayaq. Elektrik sahəsinin enerjisi Q kvadrat bölünsün 2S üstü ilə hesablanacaq. Q'muz 20'dir, kvadratı 400 vurulsun 10 üstü mənfi 12 bölünsün. 2 vurulsun 2 vurulsun 10 üstü neçə? Bizə mənfi 6 qalacaq. Buradan bunlar getdi. Bundan da bu getdi. Bizə neçə qaldı? Bizə qaldı, deməli 100 vurulsun 10 üstü mənfi 6 joule qalacaq. Bir də burada 2 sıfırı biz itirməyək. 900 vurulsun 10 üstü neçə? Mənfi 6 joule qalacaq. İndi deməli bizim buradan verilənləri yazaq. Tam enerjimiz neçə? 900 vurulsun 10 üstü mənfi 6 joule'dur. Bəs elektrik sahəsinin enerjisi 100 vurulsun 10 üstü mənfi 6 joule'dur. Onda maqnit sahəsinin enerjisini tapmaqdan ötürü tamdan elektriki çıxmalıyam. 800 vurulsun 10 üstü neçə? Mənfi 6 joule olacaq. Bizdən nəyi soruşur? Bizdən soruşur ki, maqnit sahəsinin enerjisinin elektrik sahəsinin enerjisinə olan nisbətini tap. Yəni, double M bölünsün double nə? Y. O da bərabər 800 vurulsun 10 üstü mənfi 6 bölünsün. 100 vurulsun 10 üstü neçə? Mənfi 6. Bu 10 üstü mənfi 6'lar getdi, 100'lər getdi. Cavab neçə olacaq? 8. Yəni, doğru cavab 8'dir. Gəldik 29-cu testə. 29-cu testdə deyil. Metal kürələr bir-birinə toxundurub əvvəlki məsafəyə qədər araladıqda Coulomb qüvvəsinin qiyməti necə dəyişir? Gəlin toxundurmamışdan əvvəl hesablayaq. F bərabərdir K Q1 modulda vurulsun Q2 bölünsün R kvadrat olacaq. Deyək ki, məsafə ilə işim yoxdur. R kvadratı kimi saxlayacağım. F bərabərdir. Q1'imiz neçədir? 4Q'dur. 4Q vurulsun 16Q bölünsün R kvadrat. Zaten ixtisar gedəcəyinə görə, daha doğrusu saxlayacağımıza görə qalsın. 64 K Q kvadrat bölünsün R kvadrat. Qalsın burada. Digər halda indi toxundurub ayıraq. Q1 ştrix bərabərdir. Necə idi? Q1 plus Q2 bölünsün nə? 2 bölünsün R1 plus R2 vurulsun nədir? R1'dir də. Yerinə qoysaq hesablama apararıq. Yerinə qoyub hesablama aparsaq bizə nə qədər qalacaq? Bərabərdir, yazırıq. Bax, Q1 ilə Q2'in cəmi mənfi 12 Q'dur. Bölünsün R1 ilə R2'in cəmi 3R'dir. Vurulsun bir də nədir? 2R. Bu R ixtisar getdi. 3'ə bölsün 4. Bizə neçə verəcək? Mənfi 8 Q. İkincini də yazsaq eyni qayda. Q2 ştrix bərabərdir. Q1 plus Q2 bölünsün R1 plus R2 vurulsun nədir? R2'dir. Yerinə qoysaq, deməli, mənfi 12 Q bölünsün 3R vurulsun nə olacaq? R. Bu R ixtisar getdi. Mənfi 4 Q qalacaq bu da. İkinci halda qüvvəni biz hesablasaq, F ştrix deyək buna da. K vurulsun Q1 ştrix Q2 ştrix bölünsün nədir? R kvadratı. K vurulsun. Deməli, neçə? 4'ü vuracam 8'ə. Olacaq 32 Q kvadratı bölünsün nədir? R kvadrat. Baxırıq, bu 64, bu da nədir? 32. Olacaq nə? 2 dəfə azalar. Baxın, deməli, nə oldu? 2 dəfə azalmış olacaq qüvvəmiz. Növbət testimiz 30-cu testdir. Bir cins maqnit sahəsində daxil olan 3 zərrəcinin trayektoriyaları göstərilmişdir. Zərrəciklərin işarələrini müəyyən edin. Əziz dostlar, bax, bunu çevrəyə tamamlamaq lazımdır. Çevrəyə tamamlasaq, bax, bunun cızdığı çevrə bu formada olacaq. Sonra ikincinin, yəni bunun da cızdığı çevrəni biz qurmalıyıq. Bax, bunun da cızdığı çevrə deyək ki, bu formada olsun. Bunu da buraya yerləşdirək. Hər hansı bir nöqtə götürək. Baxın, bu nöqtədən. Deyək ki, bu nöqtəni götürdük. Buradan sürət belə yönəldi.
Amma Lorentz qüvvəsi demişdik ki, həmişə nədir? Çevrənin mərkəzinə doğru, yəni bu VS. Burada eyni qayda bu nöqtəni götürək. Buradan VS belə yönələcək. Lorentz qüvvəsi isə nədir? Çevrənin mərkəzinə doğru yönəlmiş olacaq. F Lorentz. İndi sol əlimizdən istifadə edəcəyik. Sol əlimizdən istifadə eləsək, baş barmağımız mərkəzə, dörd barmağımız yükün hərəkət istiqamətində olmalıdır. İndi bu müsbət yük olacaq. Digərində bilirik yükü sıfırdır. Amma digər birinci zərrəcikdə isə əlimizi qoysaq, dörd barmağımız mənfinin V-nin əksinə yönələcək. Deməli nədir? Bu mənfi yükdür. 1-ə mənfi, 2, 0, yəni yüksüz. Üçüncü isə nədir? Müsbətdir. Deməli dostlar, birinci qruplar üçün testlərin izahına baxdıq. İndi gəlin dördüncü qruplar üçün tərtib olmuş situasiya tipli tapşırıqların izahına baxaq. Daha doğrusu izahını verək. Bunu biz silək, daha ehtiyac yoxdur. Transformatorun transformasiya əmsalı 0,5 olan boşuna işləyən transformatorun, bunu da silək, mane olmasın. Transformator birinci dolağında gərginliyin zamandan asılı tənliyi U1 bərabər 150 sinus 120 T şəklindədir. Transformatorun ikinci dolağındakı sarğıların sayı 100 olarsa, birinci dolağındakı sarğıların sayını tap. Əziz dostlar, düsturumuz K bərabərdir. N1 bölünsün N2'dir. Transformasiya əmsalı 0,5, yəni 2'də 1 bərabərdir. Bizə neçə ikinci dolanda sarılan sayı 100 verilib. Burada nədir? N olacaq. Burada bunlar getdi ixtisar. Bunda bizə nə qaldı? N bərabərdir 50 dolaq. Demək doğru cavab nədir? 50 dolaq olmuş olur. Yəni N1 bərabərdir 50 dolaq. İkinci testdə, ikinci situasiyanın ikinci tapşırığında deyir. Transformatorun ikinci dolağında gərginliyin zamandan asıllıq tənliyini yazın. Yəni əziz dostlar, biz ikinci dolağa baxaq. Birinci dolağı bilirik. 150 sinus 120 T şəklindədir. İkinci dolağındakı gərginliyin nəyini tapın deyir? Qiymətini tapın. Gərginliyini, ikinci dolağındakı gərginliyi tapsaq, K bərabər nə idi düsturumuz? U1 bölünsün nə idi? U2 idi. K-nı bilirik. 1 bölünsün 2'dir. İndi U1'i neçə verib bizə? U1'i verib 150. 150. U2'ni biz tapmalıyıq. Buradan da U2'ni tapsaq neçə verəcək? 300 olacaq. 300 volt. Yaxşı, onun da düsturunu biz yazsaq, U bərabərdir, U2 bərabərdir. U deyək nə? Sinus 120 T olacaq. 120 sinus omega T. Bunu yerinə qoysaq, baxın yerinə qoyuruq. U bərabərdir 300 sinus nə? 120 T olmuş olacaq. Doğru cavab nədir? Bu formada, yəni tənliyi bu formada yazmaq lazım. Transformatorun yüksəldici, yüksəldici və ya alçaldıcı olduğunu tapın. Yəqin ki, bilirik də, K birdən kiçik olarsa, nədən? K birdən kiçik olarsa, bu transformator yüksəldici olur. Necə olur, əziz dostlar? Burada da bizə verilən K 0,5'dir, demək birdən kiçikdir. Onda nə olacaq? Yüksəldici. Beləliklə, əziz dostlar, hədəf kurslarında keçirik sınaq imtahanının həm birinci, həm də dördüncü qrup dördüncü qruplar üçün tərtib olunmuş testlərin izahını verdik. Növbəti video izahlarda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.